Salamlar. Deməli, keçən dəfə də danışdığım kimi, mən özüm də enerji və dəyişim proqramından təkrarən keçirəm gərəkdiyində və bu dəfə də keçdiyində 10-cu məşqi artıq bir aydan çoxdur edirəm və bir neçə dəfə də post yazmışam ki, bunun üzərində işlədiyim zamanda yazılar da yazıram və daha da dərinə gedirəm. YouTube-un da adını dəyişib qoymuşam, Enerji və Musiqi Laboratoriyası. Bundan sonra beynim daha da rahatlaşıb, çünki sırf psixoloq kimi nə isə danışmaq, təhlil etmək və yaxud da ki, məlumatlandırmaqdan əlavə araşdırmalara da daha çox vaxt ayırıram. Enerji, zehnimiz, bunlar necə bağlıdır, necə təsir edə bilərik və s. və s. Təbii ki, öz üzərimdə işləmək ən birinci addım olur və bunu çox sevirəm. Həmişədən də öz üzərimdə işləmişəm təbii ki. Və bugün baş verən nüansı paylaşmaq istəyirəm. Paylaşmaq istəməyimin səbəbi birincisi məlumatlandırmaqdır, ikincisi araşdırmağa davam etməyimdir. Üçüncüsü də özümü bunu yaddan çıxartmadan daha çox hiss edib həyatımda genişləndirə bilməyim üçündür. Çünki bütün ümumiyyətlə araşdırmalarda ilkin etap olaraq qeyd kitabçası qeydlər olur ki, bunlar unudulmasın, sonra istifadə oluna bilsin. Və qeyd etmək həyatımızdakı ən vacib nüanslardan biridir. Çünki həyatımız yetəri qədər doludur, fərqli hadisələr baş verir və fərqindəliyimiz buna görə zəifləyə bilir. Çünki beynimiz başqa işlərlə məşğul olduqda adi elementar olaraq səhər nə yeyim, günorta nə yeyim, axşama nə hazırlayım və yaxud da ki, nə alım, nə bişirim, hansı çay içim və s. Bu suallar bizə elə gəlir ki, çox adi suallardır, amma yetəri qədər əslində enerjimizi onlara sərf edirik. Kimə cavab verim, kimə cavab verməyim, kimə daha gec cavab verim, kimə daha tez cavab verim, kimin statusuna baxdım, kimə like elədim, kim mənə like elədi, bugün kimlə görüşməli idim, bugün hansı paltarı, görün nə qədər qərarlar veririk gün ərzində. Bu qərarlarla da yanaşı eyni anda biz sorğuluyuruq ki, mən indi nə yaşadım, indi nə yaşamaq istəyirəm, kim xətrimə dəydi, kimə nəyi başa salmalıyam, hansı məcburiyyətlərim var, məsuliyyətlərim var. Yəni bu gün ərzində dayanmadan baş verən bir prosesdir. Adi çay istəyirəm, su istəyirəm. Yəni bu belə beynində gedən prosesdir, istəyində gedən prosesdir, enerjində gedən prosesdir. Hansı ki, bunun sonra biz reallaşdırmalı oluruq. Yəni həm fiziki enerjimiz sərf olunur, həm zehni enerjimiz sərf olunur, həm də emosiyalarımız sərf olunur. Və bunun içində eyni zamanda ruhi inkişafla məşğul olmaq, emosiyalarla məşğul olmaq, hisslərini inkişaf elətdirmək, ruhi inkişafla məşğul olmaq təbii ki, çətin deməyim, amma yetəri qədər, yəni zaman və resurs sərf edir. Təbii ki, qarşılığında daha da çox resurs və başqa bir, belə deyək də, boyuta qalxmağa kömək edir, amma eyni zamanda təbii ki, ona zaman ayırmağımız da lazımdır. Deməli, enerji və dəyişim proqramının 10-cu məşqini edirəm. Orada 10-cu, 11-ci, artıq 13-cünü, bunun hamısı elbə ki, bir mövzunun içinə girdiyinə görə bir-birini genişləndirə gedirlər. Və mən nə istəyirəm yaşamaq, onun üzərindəndir. Sonra mən bu yaşamaq istədiyimi yaşayarkən mən kiməm, bunun üzərindəndir. Düşüncələri cavanlaşdırmaqdır, emosiyaları cavanlaşdırmaqdır. Çünki bunlar hamısı biz yaşadıqca, həyat getdikcə bəlli bir dəyişimə gətirib çıxardır. Hansı ki, biz orada standartlaşırıq və yaxud da ki, belə deyək də, yaşlaşırıq. Amma biz onu yeniləyə bilərik, cavanlaşdıra bilərik. Cavanlaşdırmaq nə deməkdir? Onu təzə və təzdən hiss etməkdir, hansı ki, biz onu sonra istədiyimiz kimi formalaşdıra bilək. Deməli, bir nüansı demək istəyirəm. Hər hansısa bir hədəfi qoyanda insan bunu ya ehtiyacından, ya belə deyək, acığından, ya aqressiyasından, ya nəsə yaşamaq istədiyindən irəli gələrək qoyur. Hədəflərin çoxu biz nəsə yaşamaq istəməyimizdən bağlı olur. Yəni, mən bunu alım, mən bura gedim deyə bir hədəf əslində yoxdur. Çünki bizim istəyimiz ora çatanda və ya ora gedəndə, bunu alanda nə hiss edəcəyimizlə bağlıdır. Biz bəlli bir hiss etmənin arxasınca qaçırıq ki, nə isə hiss edə bilək. Və burada da yenə də
konsentrasiya daxildədir ki, biz daha çox hiss etməklə məşğuluq. Hədəflərimiz hiss etməklə bağlıdır, çatmaq istədiklərimiz hiss etməklə bağlıdır. Və ona görə də hədəfə gedən yolda, məqsədimizə gedən yolda təbii ki, burada korreksiyalar olmalıdır. Məsəl üçün, mən bir hədəflə başlamışdım. Ana xətti, belə deyək, məqsədin, hədəfin ana xətti yerində qalır. Amma bəzi proseslər görürəm ki, dəyişməyə başlayır. Çünki hissiyatımdan belə deyək də, hər dəfə filtr yazdıqca, hər gün yazıram çünki, yazdıqca filtrdən keçirirəm ki, mən bunu məsələn məntiqimi elədim, yoxsa həqiqətən hiss edirəm ki, bunu istəyirəm. Və orada təbii ki, filtrdən keçə bəzi şeylər belə dəyişir, belə dəyişir, belə dəyişir. Nə mane olur? Mane olan nüanslardan biri bizim düşüncələrimizdir. Belə olsa uğurlu olacaq, belə olsa daha çox pul gətirəcək, belə olsa daha xoşbəxt olacaqsan, belə olsa daha uğurludur, belə olsa afərin deyəcəklər, belə olsa sənə deyəcəklər ki, bu nədir, hər dəfə eləyirsən və s. Və bu düşüncələr əslində ana xəttində olan istəyini böyütməyə mane olur. Çünki sən daim olaraq bir var reallığa adaptasiya edirsən istəyin, içindəki istəyi. Bir də var ki, reallığa adaptasiya etmirsən. Reallığı ilə içindəki istəyi və hədəfi əslində dəyişdirməyə başlayırsan və nəticə etibarilə görürsən ki, sən bunu eləyə bilmirsən və enerjin buna çatmır və nəsə getmir, artıq davam edə bilmirsən. Davam etməkdə çətinlik çəkirsən və yenidən motivasiyaya ehtiyac duyursan. Və düşünürsən ki, axı mən bunu motivasiya ilə başlamışdım, axı istəklə başlamışdım. Başlayanda həqiqətən də özün üçün, hisslərin üçün, daxilində hiss etdiklərin üçün başlamışdın, amma daha sonra bunu ətraf mühit və yaxud da ki, düşüncənə əsasən korreksiya etməyə başladın. Amma heç kim sənə söz vermir ki, sənin düşündüklərin hiss etdiklərindən daha üstündür və düzgün şəkildə ona yön verə bilər. Ona görə də yön verərkən biz nəyə diqqət eləməliyik? Biz diqqət eləməliyik ki, mən bunu dəyişirəm. Məsələn, biraz belə eləyirəm. Tutaq ki, bir layihə eləmək istəyirəm, amma bu layihəni gərək filan kəslərlə edim və yaxud da ki, bina evində eləyim və həyət ofisində eləyim və s. Məntiqlə bunu düşünürsən, amma bax, hansında eləmək istəyəndə hiss edirsən ki, enerji içərdən qalxmağa başlayır. Ən yaxşı seçimlərdən biri, yəni korreksiya edəndə, nəyisə xırda bir şeyi də dəyişdirəndə baxmağa ki, mən bunu eləyəndə, mən bunu eləsəm, bunu yazanda, bunu düşünəndə mənim enerjim qalxmağa mı doğru gedir, yoxsa özümü çox ağıllı hiss etməyə başlayıram və məntiqli hiss etməyə başlayıram ki, hə, mən düzgün qərar verirəm, düzgün planlaşdıram, yaxşı olacaq. Bu beyin hər şeyi bilmir. Təbii ki, bacarıq varsa, təhsil əsasən və təcrübələrə əsasən, uğurlu təcrübələrə əsasən nəyisə yön vermək və gücləndirmək olar. Amma eyni zamanda əgər buna motivasiya və enerji olmayacaqsa, siz bunu onsuz da edə bilməyəcəksiniz. Ona görə də disiplinlə təbii ki, etmək olar, amma nəticə etibarilə o bəlli bir daxili resursları xərcləyir və xoşbəxtlik enerjisini aşağı salır. Biz isə məqsədimiz nədir? Həm xoşbəxtlik yerində qalsın, həm həyatdan zövq almaq yerində qalsın, həm də məqsədlərimiz reallaşsın və hədəfə doğru gedə bilək. Və ona görə də daimi olaraq baxmaq lazımdır ki, mən bunu fikirləşəndə, mən bunu yazanda enerjim artır, yoxsa artmır. Mən praktikanı başlamışam, deməli, martın 13-ü. Və hər gün izləyirəm, hər gün yazıram. Baxım görüm nə dəyişir zehnimdə, emosiyamda, fikirlərimdə, mən nə hoqqa çıxardıram deyə bundan. Və dünən, hansı ki tarix olaraq, dünən yox elə 25 aprel gecə saatlarında oyandım və gördüm ki, içəridə yüngül bir qığılcım var deyək. Qığılcım kiçik bir ildırım deyək. Çox güclü bir şey deyil. Bəlkə də çoxlarımızın həyatında olur ki, nəsə beynimizə səhər nəsə gəlir, amma sonra yadımızdan çıxır. O yuxu görməyimiz kimi. Yuxunu gördük, amma sonra xatirəmizdən çıxdı, beynimizdən getdi və biz onu heç cür tuta bilmədik. Bu da ona bənzər bir şeydir. Bəlkə də daha öncəki günlərdə də bu baş verib, amma yadımda qalmadığına görə mən bunu fiksasiya edə bilməmişəm. Bugün amma mən bunu fiksasiya edə bilmişəm, çünki davamlı olaraq eyni nöqtəyə vururam, eyni hədəfi, eyni niyyəti tuturam. Və hədəfimin, niyyətimi kənar, lazımsız, gərəksiz, mənə enerjimi əslində lazımı yöndə yüksəltməyən şeylərdən qırağa edirəm və
təmizləməyə çalışıram. Paralel olaraq mən Reiki müəllimiyəm və bu günlərdə Reiki praktikalarımı daha da artırmağa başladım və gün ərzində enerjimin təmizlənməsini, təmiz qalmasını daha çox nəzarət elədim. Nəyə görə? Çünki enerjimi nə qədər çox təmiz saxlayıramsa, avtomatik olaraq içimdə cücərtmək istədiyim və yaxud da ki, yaratmaq istədiyim, böyütmək istədiyim nəsə varsa, onu daha tez fərqinə varıram və daha keyfiyyətli iş görə bilərəm. Çünki mənim diqqətim o, belə deyək, dumana və yaxud da ki, nəsə başqa bir şeylərə sərf olunmur. Və bu gecə saatlarında o qığılcımı görərkən mənə maraqlı gəldi təbii ki. Aha, bu nədir? Mən belə deyək də vizuallaşdırıb görməyə çalışdım. Çünki mən bununla bağlı praktikam var, amma ola bilər kimsə onsuz da bacarır və yaxud da ki, istəsəz bərabər də öyrənə bilərik. Və baxanda gördüm ki, mənim daha öncə yazdıqlarım, istədiklərim, belə deyə sadaladıqlarım və s. və bunun hamısını reallaşdıra bilən bir zümrüd obrazını gördüm. Hansı ki, beynimdə tam olaraq onların hamısını birləşdirəndə beynim deyirdi ki, yox bu çoxdur, bu çox qarışıqdır, bu tam olaraq o deyil və s. və s. Bunu bacaran bir obrazı içimdə hiss elədim, bir qığılcım kimi. Hətta çalışdım o nöqtəni tapım ki, o qığılcım hardan gəldi? Sağdan, soldan, dərindən, hansı nöqtədən gəldi? Və onu tapdıqda çalışdım o nöqtəyə enerji verməyə ki, o güclənsin ki, mənə ifadə edə bilsin və mən onu daha çox cücərdə bilim, daha çox enerji verə bilim ki, həm görə bilim, həm hiss edə bilim. Ani keçidlər oldu, gördüm ki, yadımdan çıxdı. Amma bildim ki, nəyəsə yaddan çıxartdım. Çalışdım ki, təzədən enerjini qaytarım, sakitləşim, axtarışa girmədim. Sadəcə olaraq sakitləşdim, nə hiss etdiyimi xatırlamağa başladım. Düşüncədə nəyəsə axtarırıqsa o gedir, çünki beyin onu silir. Beyin bəzən dəyişikliklər və yeniliklər etmək istəmədiyinə görə bu gedir. Amma hissiyatımıza geri qaydanda nə hiss elədiyimizi xatırlamağa çalışanda bunu reallaşdırmamız daha realdır, belə deyək. Və fikirləşəndə gördüm ki, aha, tapdım. Hissiyatım buradaydı. Hissiyatımı hiss edəndən sonra təzdən istər-istəməz məlumat getdi və mən görməyə başladım. Görməyə başladıqca bunu gücləndirməyə başladım. Saata baxmaq istədim, bilmirəm, telefona baxdım. Avtomatik olaraq baxdığım anda təzdən gördüm ki, getdi. İtirdim. Çünki çox xırda bir qığılcımdır, yeni bir şeydir. Cücərir, belə deyək. Və təzdən neynədim? Təzdən dedim, yox, telefonu qoyuram qırağa. Fikrimi yönəldirəm, çünki bu mənə lazımdır. İnsana çox belə yüngül bir şey kimi gələ bilir, bəzən ciddi olmayan bir şey kimi gələ bilir ki, yüngül bir şeydir, gəldi, getdi də, yuxu kimi. Amma əslində o bizim enerjimizi, strukturumuzu dəyişdirə bilən, daha keyfiyyətli bir səviyyəyə çıxarda biləcək bir şeydir. Deməli, ona kökləndim, kökləndikcə ona enerji verdim. Öz enerjimi də təmiz saxlamağa çalışdım. Yəni, kiçik bir reiki seansımı deyək, simvollardan balanslaşdırdım ki, bu yaxşı olsun, daha təmiz olsun ki, görə bilim. Və ona fikrimi yönəltdim, durdum, başladım yazmağa. Yazmağa başladım, nə fikirləşirəm, nə hiss edirəm, nə yaşayıram və s. Yazandan sonra üstündən biraz keçdi, getdim, səhər yeməyi yedim və s. və s. və s. Çox maraqlı şəkildə gördüm ki, elə bir ondan sonra elədiklərimi yazmışam, amma o qığılcım yadımdan çıxıb. Yenə yadımdan çıxıb. Yəni, çalışsam da belə ki, yadımda qalsın, amma yaddan çıxıb. Çünki beyin üçün bu tamamilə biraz başqa reallıqdır və bunu tutsa, başlayacaq üzərində işləməyə, resurslar sərf edəcək, məni əziyyətə salacaq. Ona görə də böyük ehtimal ki, atır qırağa. Yadıma düşən kimi təbii ki, tez gəldim onu yazmağa ki, yadımdan çıxmasın. Yazdıqca gördüm, daha çox başa düşürəm, daha çox fərqinə varıram. Başa düşdüyümə əsasən təbii ki, gəldim, bəlli bir addımlar atdım. Bəlli bir addım atmaq dedikdə nəyə nəzərdə tuturam? Deməli, Manus AI var. AI-yə girdim, özümün vision boardumu yaratmağa başladım. Yəni, orada nə görmüşdümsə, onları detal yazmağa başladım ki, yəni, nəyi edib, nəyi var, həyatında nələr var və bunu tam olaraq gözümün qabağına gətirdim və istər-istəməz orada gördüyümü vizual olaraq necəsə yaratdığıma görə şəkillərlə, yazılarla və s. avtomatik olaraq elə bir ki, bir bağ yarandığına görə o
qığılcımı oyatmağa başlayırsan da vizualla, səslə, yazı ilə və onu oyatmağa başladım deyə daha çox özümə məlumat gəlməyə başladı və mən maksimal dərəcədə nəyi hiss elədimsə, nəyi gördümsə, nəyi başa düşdümsə, mənim orada yeni mən yaratmaq istədiyim, belə deyək də, yenilənmiş mənim versiyam necə hiss edir, necə yaradır, nələr yaradır, nə eləyir ki, onda o alınır və s. və s. və s. Onu görüb, onu yazıb maksimal dərəcədə ifadə etmək və bu videonu çəkməyimin məqsədlərindən biri də odur ki, həm siz başa düşüb istifadə edə biləsiniz belə bir şeydən və biləsiniz ki, belə bir şey necə olur və s. və s. Çünki əsasən praktikaların bu detallarını demirlər və yaxud da ki, itir gedir, amma əslində bu yetəri qədər dərin bir proseslərdir. Və eyni zamanda özüm də o xəttə qala bilim, hiss edə bilim və tam olaraq fokusumu orada saxlayıb genişləndirə bilim. Bu enerji və dəyişim proqramıdır. Biz burada dəyişirik. Biz dəyişirik, enerjimiz dəyişir, düşüncə tərzimiz dəyişir və bu dəyişimdə normal olaraq maksimal dərəcədə fərqindəlik və özünə fokus lazımdır ki, biz istədiyimiz kimi onu dəyişdirə bilək ən gözəl və xeyirli tərəflərə. Ona görə də nəsə suallarınız varsa, eləmək istədiyiniz praktikalar varsa və yaxud da ki, birgə etməyimizi istəyirsinizsə, proqrama qoşulmaq istəyirsinizsə, mənə deyin, tələbələrimdən biri olun, birgə gözəl bir yola çıxaq. Bugünkü araşdırmam, kiçik laboratoriyamın araşdırması bu qədərdir və bizim enerjimiz hardadsa, düşüncəmiz hardadsa, enerjimiz oradadır. Ona görə də düşüncəmizi düzgün yönəldəndə, istədiyimiz yerə yönəldəndə avtomatik olaraq biz yönəltdiyimiz yeri gücləndirməyə başlayırıq. Ona görə də gücləndirdiyimiz nüanslardan ən biri elə özümüz, öz daxilimiz, öz bədənimiz olmalıdır. Özünüzü sevin, istədiyiniz həyatı özünüzə yaşadın. Hələlik.